Salyanda bir qrup sakin yaşadıkları ərazidən keçən avtomagistralda piyada zolağının olmamasından şikayətlənir. Əməkdaşlarımız vətəndaşların həyatını risk altında qoyan küçədə olub, onların narahatlıqlarını dinləyib. İzləyək. Söhbət Salyan şəhərinin 400 nəfərdən çox sakini olan RTS yaşayış massivindən, daha dəqiq desək, 20 yanvar küçəsindən gedir. Sakinlər deyir ki, yeni çəkilən avtomagistral onlar üçün böyük təhlükə mənbəyinə çevrilib. Belə ki, yolda piyada zolaqlarının olmaması burada yaşayan sakinlərin gediş-gəlişi üçün ciddi narahatlıq yaradır. Bu avtoyol çəkiləndən sonra biz çox böyük təhlükə qarşısında qalmışıq. Burada həddindən artıq yüksək sürət olduğuna görə uşaqlarımız üçün, nəvələrimiz üçün böyük təhlükə var. Biz yaşlı pensioner adamıq, yolu keçməyə çətinlik çəkirik. Kimsə bizi yoldan keçirtməlidir. Biz xahiş edirik ki, bura keçid zolağı qoyulmuş olsun, sürət aşağı salınmış olsun. Həkimə getmək lazımdır, keçə bilmirəm. Mən qıçım, dizlərim məsələn, mən ürəyim məsələn xəstədir. Bir yana baxıram, məndə başqa cür alınır. Bir də görən maşın gəlir çıxar. Piyada keçidlərimiz lazımdır. Aptekə getməyə, mağazaya getməyə. Sakinləri narahat edən ən vacib məsələ yolun yaxınlığında məktəbin olmasıdır. Məhz piyada zolağının olmaması səbəbindən məktəblilər dəfələrlə təhlükə ilə üz-üzə qalıblar. Yolun yaşayış massivindən keçən hissəsində sürət həddi nişanı qoyulsa da, sürücülərin çoxu buna əməl etmir. Amma buna baxmayaraq, həmin yolun digər yaşayış massivlərindən keçən hissəsində həm piyada zolaqları, həm də dayanacaqlar mövcuddur. Bu yolu gündə 4 dəfə gedib gəlirəm, yəni abed vaxtları. Biz dəfələrlə yolda bura şirkətin yadlarında müraciət elədik ki, piyada keçidi qoyulsun da, yəni vətəndaş gəlib keçən. Dəfələrlə maşın haqlayıb mənim özümdə qəza törətmək istəyibdi. Məktəblər gördüyünüz kimi valideynlərlə gedib gəlirlər. Valideynlər olmasa heç bir uşaq nə müəllim yanına gedə bilir hazırlığa, nə də ki bu yolu keçə bilmir. Səhər saat 8-ə 20 dəqiqə qalmış dövlət işinə gedirik də. Maşınlar bir-birinin dalıca, ara vermədən. Sakinlərin sözlərinə görə bir neçə həftə bundan əvvəl elə bu ərazidə yoldan keçən piyadanı avtomobil vurub. Nəticədə piyada yerindəcə dünyasını dəyişib. Vəziyyət belə davam edərsə, belə faciələrin təkrar yaşanmamasına kimsə zəmanət verə bilməz. Problemlə bağlı Salyan rayon icra hakimiyyətindən televiziyamıza şifahi olaraq bildirildi ki, sakinləri narahat edən məsələyə görə aidiyyəti qurumlara müraciət ediləcək və məsələ tez bir zamanda öz həllini tapacaq. Əyyub Məmmədov, Kürçaylı Məmmədov, Salyan.